Şirvan şəhərində 20 yanvar faciəsinin 36-cı il dönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhərin hüquq mühafizə orqanlarının nümayəndələri, şəhid ailələri, Qarabağ qaziləri və veteranlar, eləcə də şəhər sakinləri iştirak ediblər. Anım mərasimində 20 yanvar şəhidlərinin əziz xatirəsi dərin ehtiramla yad edilib. Onların Azərbaycan xalqının müstəqilliyi uğrunda göstərdikləri tarixi qəhrəmanlıqdan danışılıb. Çıxışlarda həmçinin Prezident İlham Əliyevin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğı xüsusi vurğulanıb. Allah rahmet eylesin. Allah rahmet eylesin. 30 ildir gözləyirdik bu günü. Ərşə bülənd olmuşdu məsum şəhid analarının fəryadı, ahı, ünü. Kim kəsdi kəsilməyən bu kor düşmüş düyünü? Söyləyirəm, yaxşı bax, yaxşı gör, yaxşı tanı. Yenilməz xalqımın ali baş komandanı. Basılmaz dövlətimin, minnətdar millətimin ali baş komandanı. Tədbirin sonunda avtomobillər şəhidlərin əziz xatirəsini ehtiram əlaməti olaraq səs siqnalları veriblər.